Salam, hər vaxtınız xeyir olsun. 504 kitabından 9-cu dərsin izahına baxacağıq. İlk öncə 9-cu dərsdə olan sözləri burada görürsünüz. Çəhrayı rənglə işarələnibdir və bu hissədə sinonimlərini görürsünüz. Daha sonra isə keçirik əsas məsələ dərsliyin özündən oxuyub tərcümə eləməyə. 9-cu dərsdə verilən sözləri burada görürsünüz. İndi həm tərcümələrini deyəcəm, həm də yanaşı işlənən belə deyək, nümunə olaraq verilən cümlələrin izahlarına baxacağıq. Birinci sözdən başlayırıq. Vicinity. Bir yerin yaxınlığı, qonşuluq mənasında istifadə olunur. Məsələn, New Yorkun yaxınlığında yaşayan Jeremy bir çox muzeylərin yaxınında idi. Və yaxud da torrent sözü bildikdə güclü mənasındadır. Güclü yağış bizim yaxınlığımıza, bizim bölgəmizə yağdı. Və yaxud da biz maşınla Baltimore'un ətrafına yaxınlaşdıq, yaxınlığına yaxınlaşdıq mənasında. Century isə bilirsiniz əsr deməkdir. George Washington 18th century, yəni 18-ci əsrdə yaşayıbdı. Birləşmiş Ştatlar 2 əsrdən daha çox yaşı var. Bir çox məşhur adam, bir çox tanınmış adam bu əsrdə doğulub, anadan olubdu. Rage isə güclü qəzəb, və yaxud da bir güclü qəzəb mənasında istifadə olunur. Bir də ki, yəni qısa müddətli böyük bir maraq mənasında istifadə oluna bilər. Məsələn, Joanna'nın pis davranışı anasını dəhşətli qəzəbə saldı. Böyük bir into a rage, yəni çox böyük bir qəzəbə saldı. In a fit of rage, qəzəb partlayışı deyək buna. Yəni əsəb partlayışı. Fransın dəyərli şüşəsini sındırdı. Çox, yəni bir anlıq qəzəb partlayışı yaşayan mənasında Fransın dəyərli şüşəni sındırdı. The mayor felt a sense of rage, yəni in the press about the execrations. Aha. Burada mayordan söhbət gedir. Mayor deyir ki, mətbuatda olan şişirtmələrə görə qəzəbləndi, qəzəb hiss elədi, qəzəbləndi. Daha sonra document sözünü zaten bilirsiniz. Yazılı və ya çap olunmuş məlumat və yaxud da sübut və yaxud da sənəd mənasında istifadə olunur. Məsələn, yeni tapılmış sənədlər göstərir ki, məhbus açıq-aşkar günahsız idi. Sonra qədim Romanın sənədləri bir çox əsrlər boyunca qoruyub saxlanılmışdı, çox əsrlər boyunca qoruyub saxlanılıbdı. Biz sənədləri məhv eləməyə könülsüz idik, istəksiz idik, yəni məhv eləmək istəmirdik. Conclude isə sona çatdırmaq, nəticəyə gəlmək mənasındadır. Əksər insanlar günün işini, orada da həmin gün üçün olan işi başa vuranda xoşbəxt hiss edir bizim kimi. Tutqun gün ildırımla sona çatdı, yekunlaşdı. Work on the building, binanın tikintisində olan iş, müqavilə imzalanana qədər, yəni görülməli olan iş başa çatdırıla bilmədi kimi bunu da tərcümə elədik. Sonra gəldik nəyə? Undeniable. Undeniable inkar edilə bilməz, şübhəsiz mənasındadır. Məsələn, məhkəmə heyəti nəticəyə gəldi ki, bir qərara gəldi ki, yeniyetmələr inkar olunmaz dərəcədə günahkardır. Açıq-aşkar şübhəsiz günahkardır. It is undeniable that inkar olunmazdır ki, əksər peşəkarların istənilən həvəskarı məğlub edə bilməsi, yenməsi inkar olunmazdır. That Leon resented Rita's good marks. Leon'un Rita'nın yaxşı qiymətlərinə qarşı, yəni bunu xoşlamaması, buna nifrət olunması danılmazdır, inkar edilməzdir. Resist isə müqavimət göstərməyə, qarşı durmaq mənasındadır, dözmək, dayanmaq. Məsələn, Toti couldn't resist eating the chocolates. Toti şokoladlı dondurmanı yeməyə qarşı dura bilmədi, dayana bilmədi. Və yaxud da tight security, yəni sərt təhlükəsizlik tədbirləri Jimmy'ni bank binasına daxil olmağa imkan vermədi, qoymadı. Harold qəribə adama istehza etməyə müqavimət göstərdi.
Yəni dayandı, özünü saxladı, eləmədi. Lack çatışmazlıq bir şeyin tamamilə olmaması deməkdir. Məsələn, sənin gündəlik qida rasionunda meyvə və tərəvəz çatışmazlığı var, çatışmır. Onun problemi was that he lacked a variety of talents. Çoxsaylı istedadların çatışmazlığı idi. Bir amatör, yəni həvəskar rəqqas kimi Vincent bilirdi ki, peşəkar bacarıqdan məhrumdur. Yəni peşəkar bacarığı yoxdur, çatışmır. Sonra gəldik nəyə? Ignore. Ignore diqqət eləməmək, fikir verməmək, nəzərə almamaq. Məsələn, balaca Alice başa düşdü ki, yaxşı davranmasa əgər valideynləri ona fikir verməyəcəklər, yəni onu görməzdən gələcəklər. Tələbə suala cavab verə bilmədi, çünki aydın faktlara məhəl qoymamışdı, yəni görməzdən gəlmişdi, fikir verməmişdi. Böyük qardaşlar often feel ignored when the parents only spend time. Aha, deyir ki, valideynlər yalnız yeni doğulmuş köpəklə maraqlananda böyük bacı qardaşlar tez-tez diqqətdən kənar qaldıqlarını hiss edirlər. Bu mənada istifadə olunubdur. Daha sonra isə gəldik nəyə? Challenge sözünə. Challenge call to a fight. Bunu biz deyə bilərik döyüşə çağırış. Bir də challenge çətinlik sözü də var. Burada döyüşə çağırış mənasındadır. Məsələn, Aaron Burr Alexander Hamiltonu duelə çağırdı. Yəni kiməsə duelə çağırmaq mənasında. Heç kim tanınmış vəkili çağırış etməyə cəsarət etmədi. No bother to challenge. Hə, yəni kim onu duelə çağırmağa cəsarət eləmədi. Sonra Doctor was quite a challenge. Dick başa düşdü ki, həkim olmaq cəhdi olduqca ciddi bir çətinlikdir. Burada artıq challenge çətinlik mənasında istifadə olunubdur. Sonra miniature kiçik ölçüdə təmsil olunmuş, kiçik ölçüdə olan miniatür deməkdir. Məsələn, balaca oğlan ad günü üçün mini idman, balaca idman avtomobili istəyirdi. Və yaxud da instead of buying massive dog, nəhəng it almaq, böyük it almaq əvəzinə Teddy mini paddle aldı. Sonra biz iri şahmat dəstinin kiçik modelini axtarırıq. Yəni daha kiçik formasını axtarırıq. Source isə mənbə, bir şeyin gəldiyi və yaxud da əldə edildiyi yer deməkdir. Nəyisə mənbəsi deməkdir. Məsələn, college student, college tələbəsi bilirdi ki, hesabatı üçün yalnız əsas dərslik kifayət deyil. Əsas mənbə, bir dənə o dərslik kifayət deyil, yəni bir mənbə kimi. Trouble. Body'nin problemlərinin mənbəyi nə idi? Boredom, can sıxıcılıq, darıxmaq idi. Professor Smith'in nitqi, çıxışı was a valid source of information. Kimya haqqında etibarlı bir məlumat mənbəyi idi. Və sözləri bitirdiyimizə görə indi isə keçək mətnin tərcüməsinə baxaq. More about the guitar. Gitara haqqında daha çox. Guitar is one of the oldest instruments known to man. Gitara insanlara məlum olan ən qədim musiqi alətlərindən biridir. Və it probably originated. Yəni ehtimal olunur ki, çox güman ki, o Çinin yaxınlığında yaranmışdır. Qədim Misirdə, Yunanistanda da həmçinin gitaralar var idi. Amma lakin gitaranın yazılı tarixi 13-cü əsrdə İspaniyada başlayır. 1500-cü ilə qədər gitara İtaliyada, Fransada, İspaniyada məşhurlaşmışdı. Sonra məşhurlaşmışdı. Həmin dövrə aid bəzi fransız sənədində bir çox insanların gitara ifa elədiyi nəticəsinə gəlinir. Skripka ustadlarının mübahisəsiz King of kralı, hökümdarı Stradivari də müxtəlif növ gitaralar yaratmaqdan çəkinə bilməmişdi. Yəni bu çəkinə geri dura bilməmişdi. Eyni zamanda bu alət üçün
Yazılmış musiqi əsərlərinin qıtlığı da yox idi. Yəni musiqi qıtlığı yox idi, çatışmazlıq yox idi mənasında. Haydn, Schubert və digər bəstəkarlar gitara üçün musiqilər yazdılar. Ben the Great Beethoven. Böyük Beethoven'dən gitara üçün musiqi bəstələnməsi istəniləndə o ə, qəzəblənmişdi, into a rage qəzəblənmişdi və imtina eləmişdi. Lakin, lakin nəticədə Beethoven belə, hətta Beethoven da bu çağırışı not ignore, görməzdən gələ bilmədi. Rəvayətə görə, bəzi rəvayət bizə deyir ki, o nəhayət gitaranı mini orkestr adlandırmışdı. Həqiqətən də gitaranın səsi kiçik bir orkestranı xatırladır. Bəlkə də, perhaps, ola bilsin ki, bəlkə də bu səbəbdəndir ki, dünyanın, yəni rural areas, yəni kənd bölgələrində, biraz kənar bölgələrində gitara milyonlarla insan üçün musiqi mənbəyi olmuşdur.